Yeni dim toplusundan artikel testlərinə baxırıq. Birinci sualda, birinci boşluqda films cəmdir. Cəm olduğu üçün onun qarşısına en artiklı işlədə bilmərik. İkinci boşluqda happy ending. Sayılan tək isimdir ending. Sayılan tək ismin qarşısı boş qalmalı deyil. Orada hər hansı artikl olmalıdır. Sonra baxırıq ki, happy samitlə tələffüz olunur. Samitlə tələffüz olunduğu üçün en artiklı orada vermək olmaz. Bu ikisi də getdi, qalır D variantı. Deməli, films cəmdir. Cəm olan isimə ya boşluq qoymalı, ya da Z artiklı olmalıdır. İkinci tərəfdə də tələffüzə əsasən olur. Yadınızda saxlayın ki, en artiklı yazılışa görə yox, tələffüzə görə qoyulmalıdır. İkinci sualda there was football match. Match burada sayılan tək isimdir. Sayılan tək ismin qarşısına boş qoya bilmərik. A variantındakı boşluğu çıxırıq. At stadium. Stadiumda sayılan tək isimdir. Onun qarşısı boş qala bilməz. C-də boşluqdur, Y-də boşluqdur. Bunu da çıxırıq. Stadium samitlə tələffüz olunur. Ona görə en artiklı da olmaz və cavab olur D variantı. Üçüncü sualda there are interesting museums. Museums cəm isimdir. Cəm ismə en artiklı verə bilməyəcəyik. Buna görə A variantını və Y variantını çıxırıq. Englanddə ölkə adıdır. Orada da artikl verə bilməyəcəyik. Artiklsız işlənən ölkə adıdır. Ona görə cavab olur C variantı. Dördüncüdə Ellen was one of Z. Avtomatik Z gəlir. Çünki oflu birləşmədə demək olar ki, həmişə Z artiklı olur. One of the most. Həm də ki, burada most üstünlük dərəcəsidir. Yenə də Z artiklı olur. Çünki one of və most hər ikisi üstünlük dərəcəsinin göstəricisidir. Buradakı Z olmayanları çıxaq. Və ikinci boşluqda da class burada samitləndir. En artiklı verə bilməyəcək. Cavab olur A variantı. Beşincidə Robert was one of Z most. Yenə də one of-a görə Z və most-a görə Z verməliyik. Buna görə bu üç variant getməlidir. Office sayılan tək isimdir. Və burada sayılan tək ismin qabağında boşluq qoymuruq. Sayılan tək isim boş qalmamalıdır. Buna görə B variantı da gedir. Qalır A variantı. Altıncıda most people. Most görürsünüz burada isimlə birləşibdir. Yazıda saxlayın ki, most sifətlə birləşib sifətin üstünlük dərəcəsinin göstəricisidirsə Z artiklı veririk. Amma most isimlə birləşirsə o artıq dərəcə göstəricisi deyil, o kəmiyyət sözüdür. Most plus isim birləşməsində mostun qarşısı boş qalmalıdır. Buna görə bunların hamısını çıxırıq və qalır most people. Və ikinci boşluqda most popular görürsünüz, sifətlə birləşibdir. Deməli, sifətin üstünlük dərəcəsinin göstəricisidir və belə olan halda Z artiklı verməyə cavab olur Y variantı. Yedicidə Julie is planning to have nice trip. Burada trip sayılan tək isimdir. Sayılan tək ismin qabağını boş qoya bilmərik. Buna görə C variantındakı boşluq gedir. Nice samitlə tələffüz olunur. Buna görə B-dəki en artiklı gedir. Saturday gün adıdır. Gün adının qarşısında artikl verməyəcəyik. Ona görə bunlar da gedir, qalır A variantı. 8-də Jack wants to have interesting party. Burada party sayılan tək isimdir. Boş qalmalı deyil onun qabağında. Sonra interested site ilə tələffüz olunur. E artiklını çıxırıq. Sunday gün adıdır. Artiklı verməyəcəyik. Buna görə bu da getdi. Bu da getdi. Qalır D variantı. 9-a baxırıq. Police demanded to tell the truth. Z truth. Bu hazır birləşmədir. To tell the truth. Bu mütləq Z ilə olmalıdır. Başqa yolu yoxdur. Hazır birləşmədir. Not a lie. Lie isə en artiklı ilə işlənə bilən bir sözdür. Və lie sayılan tək isimdir. Cəm forması da var. Lies. Sayılan tək isim olduğu üçün qarşısında boşluq qoymamalıyıq da artiklı olmalıdır. Cavab olur D variantı. Sonra 10-cuya baxırıq. What is the tallest building? Üstünlük dərəcəsində Z artiklı olmalıdır. Burada Z'lər yoxdur.
In the world, dünya bir dənədir, müəyyəndir, ona görə Z artiklı qoyuruq. 11-ci sualda who is the tallest man Z artikli olmalıdır, çünki sifətin üstünlük dərəcəsinin göstəricisidir. Bunların hamısını çıxırıq və the world yenə də Z artikli ilə olmalıdır, çünki world Z ilə işlənir, unikaldır, bir dənədir. His father traveled to Egypt. Ölkə adıdır, boş olmalıdır. Bunlar gedir. Last year, last, next, this, every bunlar artiklsız işlənən sözlərdir. Ona görə cavab olur Y variantı. Gələn il, keçən il bunlar artiklsız olan ifadələrdir. 13-də this is castle. Castle sayılan tək isimdir. Sayılan tək ismi boş qoymalı deyilik. Bu getdi. Old site ilə deyilir, ona görə E artikli getdi. Nöqtə var orada, sonra növbəti cümlə başlayır. Castle is in Baku. Deməli, castle və castle 2 dəfə deyilir. Belə bir qayda var ki, bir isim barədə ilk dəfə giriş eləyəndə, ilk dəfə adını çəkəndə qeyri-müəyyən olur. İkinci dəfə adını çəkəndə müəyyənləşir. Ona görə də birinci cümlədə həmin ismi en artikli ilə veririk. Növbəti cümlədə və ya virgüldən sonra onun adını ikinci dəfə çəkəndə Z artikli ilə veririk və cavab olur A variantı. An old castle və nöqtə növbəti cümlədə the castle. Çünki artıq onu müəyyənləşdirmişik. 14-də there are beautiful places in Australia. Avstraliya ölkə adıdır, onu boş qoymalıyıq. Bunlar getdi. Places cəmdir. Belə düşünə bilərik ki, əslində Z artikli cəmə də vermək olar, amma burada müəyyən bir şey yoxdur. Bu sadəcə təsviri bir cümlədir ki, Avstraliyada gözəl yerlər var. Gözəl yerləri müəyyənləşdirməmişik, ümumi mənada deyirik. Burada yerləri konkretləşdirməmişik, ona görə də o bizim üçün müəyyən deyil. Yəni, konkret hansı yerlərin adını çəkirik, bilinmir. Sadəcə təyin edici ilə verilibdir. Yəni, təyin edici də nədir? Təsvir edən bir şeydir. Ona görə də places burada bizim üçün qeyri-müəyyəndir və boş veririk. 15-də I saw giraffe at zoo. Burada nə edirik? Giraffe sayılan tək isimdir. Zoo da sayılan tək isimdir. Sayılan tək ismin qabağını boş qoya bilmərik. Bunlar getdi. Sonra nə edə bilərik? Mənaya baxırıq ki, deyir, mən zooparkda zürafə gördüm. Əgər hərəkətin istiqamətini və ya məkanını deyiriksə, o bizim üçün müəyyən olmalıdır. Çünki mən ora getmişəm və orada görmüşəm. Deməli, zoopark mənim üçün müəyyən bir yerdir. Qeyri-müəyyən bir yerdə gedib nəsə eləyə bilməzdim. Əgər mən zooparkın adını çəkirəmsə, deməli, o məkan mənim üçün müəyyəndir. Mütləq burada at the zoo olmalıdır. Yəni, zoonun qarşısında Z artikli verməliyik. Amma orada bir zürafə gördüm deyirsənsə, yəni zürafənin adını ilk dəfə çəkirsən orada. Yəni, getdin orada, ilk dəfə gördün onu, o sənin üçün qeyri-müəyyən olmalıdır. Getdin, bir dənə zürafə gördün. Ona görə də zürafənin qarşısında E artikli vermək o bizim üçün qeyri-müəyyəndir. 15 ilə eyni formada 16-dır. She noticed an eagle in the sky. Sky onsuz da Z ilə olur. Ona görə də avtomatik Z verməliyik Sky-a. Bunlar getdi. Və eagle-da bir dənə eagle gör, nə idi o? Qartal. Bir qartal gördüm, bir zürafə gördüm, getdim gördüm nəsə. Elə bir gördüm deyəndə o əşya barədə, o heyvan barədə və ya o şəxs barədə ilk məlumat versə, ona görə də o qeyri-müəyyən olmalıdır. An eagle, eagle site ilə təfsir olunur deyə an artikli qoyuruq. 17-də the Zambezi River is the fourth largest river in the continent. Burada ikisi də Z artikli ilə olacaq. Baxaq, niyə? Burada üstünlük dərəcəsində həm də sıra saydı. Hər iki halda Z artikli veririk. Burada Z yoxdur, burada yoxdur, burada da yoxdur. Continent sayılan tək isimdir. Sayılan tək ismin qarşısına boş qoymalı deyilik. Buna görə C variantı getdi, qalır D. 18-də Qobustan is one of the first. Yenə də one of-dan sonra Z gəlir. First də Z ilə işlənir. Hər iki tərəfdən Z tələb olunur. Bunlar getdi.
Birinci boşluğa Z qoydu. The world da elə avtomatik Z ilə işlənir. Cavab olur A variantı. 19-da it's good idea. Burada idea sayılan təksimdir. Sayılan təksim olduğu üçün boş qoya bilməyəcəyik. Good samitlə deyilir. Ona görə ən artiklı qoya bilməyəcəyik. Fikir verin. Tələffüzlə götürürük. Wedding present. Hədiyyə. Hədiyyə sayılan təksimdir. Boş qalmalı deyil. Və cavab olur B variantı. Oldu mu? 20-yə baxırıq. We visited nice village near sea. Village sayılan təksimdir. Sea sayılan təksimdir. Yəni bunları boş qoymalı deyil. Burada boşluq var. Burada da var. Burada da var. İndi getdik, gördük, getdik, baş çəkdik. Nəsə filan şey gördük, filan yerə baş çəkdik. İlkin məlumat verəndə o bizim üçün qeyri-müəyyən olmalıdır. A nice village olmalıdır. Near the sea. Su hövzəsidir, Z artikli ilə olacaq. Başqa bir tərəfdən də ki, hərəkətimizin məkanı və ya istiqaməti müəyyən olmalıdır. Buna görə cavab olur D variantı Z, C. 21-də this is longest river in country. Longest sifətin üstünlük dərəcəsidir. Z artikli ilə olmalıdır. Bu boşluq getdi, bu boşluq da getdi. Country sayılan təksimdir. Boş qalmalı deyil. Bu da getdi. Sonra hərəkətin istiqaməti və məkanı müəyyən olmalıdır. Ona görə burada Z country olmalıdır. E country yox və cavab olur A variantı. Sonra 22 Milan is north of country. Cəhətlər. Cəhətlər Z artikli ilə verilməlidir. North. Şimal deməkdir. E artikli getsin, boşluq getsin. Country sayılan təksimdir. Boşluq verə bilmərik qarşısında. Deməli, ölkənin şimalı yenə də filan yerdədir deyir. Yəni, Milan filan yerdədir. Nəyinsə məkanıdır və ya nəyinsə istiqamətidir. O müəyyən olmalıdır. Ona görə də D country olmalıdır. Cavab olur D variantı. %23-də Browns. İsimdən öyrəndiyimiz bir məsələdir. Soyad cəm şəkildədir. Böyüklə yazılıbdır. Deməli, ailəni bildirir və avtomatik olaraq Z artikli ilə işlənməlidir. Bunlar getdi. Nice, flat. Mənzil sayılan təksimdir. Sayılan təksim boş qalmalı deyil. Buna görə cavab olur C variantı. English International Language. English. Əgər xalqdırsa Z olacaq, dildirsə boş. Cümlədən də görürük ki, söhbət dildən gedir. English'in düz yanında deyil language. Language aralıdadır. English tək başınadır. Bütün kitablarımızın üstündə English tək başına yazılıbdır, fikir verirsinizsə. Yəni, kitablarımızın üstündə Z English yazılmayıbdır. Sadəcə English yazılıbdır dil mənasında. Ona görə English'i boş qoymalıyıq. Elə hamısı getdi. İkinci tərəfdə language sayılan təksimdə ən artikli qoyuruq. International site ilə tələffüz olunur. Ən artikli olmalıdır. Bəs deyə bilərsiniz ki, məsələn, dildən danışılanda biz deyirdik Z gəlir. Bu təsviri cümlədir. Filan şey belə bir şeydir. Yəni, təsviri cümlələr belə olur ki, filan insan belə bir insandır. Filan əşya belə bir əşyadır. Bu cür təsviri cümlələrdə həmişə ən artikli işlənir xəbər hissəsində. Burada da deyir ki, İngilis dili beynəlxalq bir dildir. Belə bir dildir. Təsviri cümlələrdə xəbər hissəsi ən artikli ilə ifadə olunmalıdır, qeyri-müəyyən artikli ilə. 25-ə baxırıq. Bigger room. Room sayılan təksimdir. Sayılan təksim boş qalmalı deyil. Bu boşluğu ataq, bu boşluğu da ataq. Biggest room. Room yenə də sayılan təksimdir. Boşluq ola bilməz. Həm də üstünlük dərəcəsindədir deyə Z artikli olmalıdır. Cavab olur B variantı. Müqayisə ilə ən ola bilər. Adi dərəcə ilə ən ola bilər. 26-ya baxırıq. Have you written your name at the top of the page? Avtomatik Z artikli gəlir. Niyə? Çünki deyir ki, adını yaz kağızın yuxarı hissəsində. Yəni,
adı yazmağın məkanını qeyd edirsən. Hərəkətin məkanı və istiqaməti müəyyən olmalıdır. Ona görə hər ikisi də Z olacaq. Həm də oflu birləşmədə adətən hər iki tərəf Z ilə ifadə olunur. Adını yaz, harda, falan yerdə. Hərəkətin məkanıdır, hərəkətin istiqamətidir, müəyyən olmalıdır. Mən deyə bilmərəm axı, adını qeyri-müəyyən hansısa bir yerdə yaz. Adını yaz falan yerdə deyirəmsə, deməli müəyyən yeri nəzərdə tuturam. 27-də the bus stop is at the bottom of the road. Yenə də Z artikli olur, çünki avtobus dayanacağı falan yerdədir deyirəm. Hərəkətin məkanıdır, hərəkətin istiqamətidir, o müəyyən olmalıdır. Avtobus qeyri-müəyyən bir yerdə dayana bilməz, dayanırsa müəyyən yerdə dayanmalıdır. Həm də ki, bottom və road hər ikisi sayılan təksimdir. Sayılan təksim qarşısı boş qala bilməz. Bax, belə də çıxa bilərsiniz. Eləcə də top sayılan təksim, page sayılan təksim, sayılan təksimin qarşısı boş qala bilməz. O yolla da çıxa bilərsiniz. Sonra, when the children dug the ground, ground Z ilə işlənir. Çünki ground Z ilə işlənir. Yəni, burada nə edə bilərik? Qoy görüm, hansı yolla deyim, nəyə çıxaq? Belə deyim də, bax, world Z ilə işlənir. Sonra air Z ilə olur. Sonra ground Z ilə olur. Sky Z ilə olur. Yəni, bunlar dünyanın, necə deyim, təşkil edən hissələridir. Ona görə də onlar avtomatik Z ilə işlənən sözlərdir. Ona görə də ground'un qarşısındakı boşluqları çıxaq və A artiklında çıxaq. İkinci boşluqda nə edə bilərik? Stones. Görürük ki, cəm isimdir. Əslində cəm ismi boş qoymaq da olar, əgər qeyri-müəyyən mənadadırsa. Z də qoymaq olar, əgər müəyyən mənadadırsa. Cümləni də oxuyuruq. Görürük, orada deyir ki, torpağı qazanda çoxlu müxtəlif növ daşlar tapdılar. Burada görürsünüz, müxtəlif növ deyir. Yəni, hansı daşlardan söhbət getdi və ya hansı növlərdən söhbət getdi, qeyri-müəyyəndir. Yəni, ümumi mənada danışır ki, müxtəlif növ daşlar tapdılar. Və müəyyən olmadığı üçün onu boş qoymalıyıq. Və cavab olur Y variantı. Yəni, burada hansı daşlardan dəqiq söhbət getdiyi, hansı növ olduğu bilinmir. 29-da best mirror, deməli, sifətin üstünlük dərəcəsidir. Burada Z artikli verməliyik. Z olmayanları çıxmalıyıq. Old friend. Friend sayılan təksimdir. Sayılan təksim boş qalmalı deyil. Old site ilə təfsir olunur. E artikli qoyula bilməz. Ona görə də cavab olur C variantı. Oxford University was created in the first years. Deməli, sıra sayıdır. Z artikli olmalıdır avtomatik. Bunlar getdi. 13th century sıra sayıdır. Nə deyirlər buna? Əsrdir də, sıra sayı ilə verilir. Ona görə o da avtomatik Z artikli olmalıdır. Cavab olur Y variantı. 31-də the Tate Gallery contains unique collection. Collection sayılan təksimdir. Sayılan təksim boş qalmalı deyil. Bu getdi və bu getdi. Unique, görürsünüz, tələffüzü samitlədir. Ona görə N artikli verilə bilməz. British paintings, burada da Z British, yəni burada paintings məsələsidir. Oflu birləşmədir. Ona görə də oflu birləşmədə adətən Z artikli olur və cavab olur D variantı. Yəni ikinci tərəfə çatmamış, birinci tərəfin köməyi ilə artıq biz variantı tapmışdıq. 32-yə baxırıq, əlim dəydi, yazılar da silindi. 32-də someone who wants to be a teacher olacaq burada. Avtomatik E gəlir də, mən cümləni oxuyanda avtomatik dilimə gəlir. Amma izah eləyək ki, teacher sayılan təksimdir. Sayılan təksim boş qalmalı deyil. Buradakı boşluğu çıxıram və buradakını da çıxıram. Must love children. Children'a nə edə bilərik ki? Bax, children cəm olduğu üçün E artikli olmaz. Bax, bu variantı çıxıram. Patience sayılmayan isimdir. E artikli qəbul edə bilməz. Всё, hamısını çıxdıq. Hamısını çıxdıq. Y variantı qaldı. A teacher sayılan təksimdir. Children cəmdir, boşdur. Patience sayılmayan boşdur. 33-də someone who wants to be eyni cümlədir.
E-dokda sayılan tək isimdir, boş qala bilməz. Bu getdi və bu getdi. Patients cəmdir. Cəm olduğu üçün e-artikli ola bilməz. Bu da getdi. Responsibility sayılmayan isimdir. E-artikli ola bilməz. Bu da getdi. Qalır A variantı. 34-də small group of people. Oflu birləşmə görəndə fikir verin. Ofdan o tərəfi kəsib atırıq, o tərəfə baxmırıq. Small group, ancaq bura baxırıq. Group nədir? Sayılan tək isimdir. Sayılan tək isimin qarşısına boş qoya bilmərik. Bu və bu getdi. Outside building. Building sayılan tək isimdir. Sayılan tək isim boş qala bilməz. Bu getdi və bu getdi. Qalır A variantı. 35. They own large piece. Oflu birləşməni kəsib atırıq. Əlimizdə nə qalır? Large piece. Piece hissə deməkdir. Sayılan tək isimdir. Sayılan tək isim boş qala bilməz. Bu getdi və bu getdi. Village sayılan tək isimdir. Boş qala bilməz. Bu və bu getdi. Qalır C variantı. Waiter qarson yadımdan çıxdı. Nə deyirlər ona bizdə? Sayılan tək isimdir. Boş qala bilməz. Bu getdi, bu getdi, bu getdi. Water fikir verin yazı siz çaşdırmaq üçün yəqin ki, belə hərf oyunu eləyiblər. Sayılmayan isimdir. E-artikli ola bilməz. Qalır C variantı. This new modern connects modem. Modern deyil. Modem connects me to the internet. İnternet avtomatik Z ilə işlənən sözdür. Ona görə bunlar getsin Z. Internet faster than old one. One deməli bu əvəzlik qaydasıdır. Yadınızda saxlayın. One əvəzliyi bərabərdir sayılan tək isim. Yaxşı. One əvəzliyi bərabərdir sayılan tək isim. Ones əvəzliyi bərabərdir sayılan cəm isimə. Mən one görəndə nə görürəm burada? Sayılan tək isim. Sayılan tək isim nə edir? Qarşısı boş qala bilməz. Getdi, qalır C variantı. One burada numeral deyil, əvəzlikdir. Əvəzlikdir, yəni sayılan tək isimin əvəzinə işlənir. Sayılan tək isimdəki ya an artikli qəbul edə bilər, ya da z artikli qəbul edə bilər. 38-də baxırıq. It's possible to earn college degree. Degree dərəcə deməkdir. Sayılan tək isimdir. Sayılan tək isim nə eləmir? Qarşısı boş qala bilməz. İnternetdə nə edir? Avtomatik z olur. Bu da getdi, bu da getdi. Qalır D variantı. At first, sailor dənizçidir. Sayılan tək isimdir. Sayılan tək isim boş qala bilməz. Bu getdi. Began to look for dry place. Place yer deməkdir. Sayılan tək isimdir. Boş qala bilməz. Bu da getdi. Sailor samitdir. An artikli ola bilməz. Cavab olur C variantı. At first, Tim tried to find. Tim, komanda. Sayılan tək isimdir. Boş qala bilməz. Bu və bu getdi. Samitdir. An artikli getdi. Suitable place. Sayılan tək isimdir. Boş qala bilməz. Cavab olur C variantı. Biggest problem üstünlük dərəcəsidir. Z artikli olmalıdır. D getdi, B getdi, Y getdi. For unemployed, unemployed işsizlər deməkdir. The old qocalar. The young cavanlar. The unemployed işsizlər. The rich varlılar. The poor kasıblar. İsimləşmiş sifətlər həmişə Z artikli ilə işlənir. Ona görə də unemployed-da nə elədik? Z artikli verdik. 42-də this is useful piece of. Oflu birləşmədə nə edirik? Kəsib atırıq. Əlimizdə nə qalır? Useful piece. Piece hissədir, sayılan tək isimdir. Numerativ sözdür, partitive adlanır. Sayılan tək isimdir. Sayılan tək isim boş qala bilməz. Bu getdi. Useful, y. Samitlə deyilir. An artikli olmaz. Bu getdi və bu getdi. Friend of mine. Oflu birləşmədə kəsib atdıq. Friend qaldı əlimizdə. Friend sayılan tək isimdir. Buna görə boş ola bilməz. Burada B-ni çıxmışdıq da, düzdürmü? Friendin yanı boş qala bilməz. Cavab olur Y variantı. A useful piece, a friend of mine. 43. That was useless idea. Idea sayılan tək isimdir. İdeya sayılan isimdir. Burada yəni artikeldə isim qaydası çox vacibdir. İdeya sayılan isimdir. Bəzən elə bilirlər ki, sayılmayandır. Yox, sayılandır. Ona görə boş qala bilməz. Useless, y, samitlə deyilir. An artikli ola bilməz. Neighbor of mine, oflu birləşmədə kəsib atırıq. Ofdan o tərəfi. Neighbor, qonşu, sayılan tək isimdir. Qarşısı boş qala bilməz. Cavab olur Y variantı. 44.
as weather. Hava sayılmayan isimdir. Artiklı getdi. Əslində weather avtomatik z ilə işlənəndir. Z air, z weather, z ground, z sky bu dünyanı təşkil edən hissələrdir. Onlar z ilə işlənir. Ona görə boşluğu da birbaşa çıxıram. Sonra long walk. Walk gəzinti. Gəzinti isimdir, sayılan isimdir. Yazıda saxlayın. Sayılan isimdir. Cəm forması da var. A walk. Məsələn, go for a walk. To have a walk. Və ya long walks. Uzun gəzintilər. Sayılan isimdir. Sayılan olduğu üçün qarşısını boş qoya bilmərik. Bu da getdi. Park. Sayılan tək isimdir. Qarşısını boş qoya bilməz. D də getdi. Qalır Y variantı. 45-ə baxırıq. Deməli, first sıra sayıdır. Z artikli ilə olur avtomatik. Bu variantlar getdi. Some food and then go out for a long walk. Bayaq dedik ki, walk sayılan isimdir. Sayılan tək ismin qarşısı boş qala bilməz. Buradakı boşluğu çıxıram. Forest, meşə sayılan isimdir. Boş qala bilməz. Və B variantı olur. The forest, çünki in the forest hərəkətin məkanıdır. Hərəkətin məkanı və istiqaməti müəyyən olmalıdır. Z olur. 46. I have bought new shirt. Sayılan tək isimdir. Boş qala bilməz. D variantı getdi. Matches jacket. Sayılan tək isimdir. Boş qala bilməz. Bu da getdi. Last week. Last, next, this, every bunlar boş işlənən sözlərdir. Ona görə A variantı da getdi. Qalır C. Last week. 47-də she showed me blues. Blues. Sayılan tək isimdir. Boş qala bilməz. Going to wear at party. Sayılan tək isimdir. Boş qala bilməz. Last, next, this, every. Boş olur. Cavab olur B variantı. We were in a hurry. Bu sabit birləşmədir. In a hurry. Avtomatik E artikli qoyuruq. Bunlar getdi. Bu da getdi. Last bus. Burada da deməli fikir verin. Last, next, this, every məsələsi bu sözünüdə də var. Last, next, this, every. Zaman mənasındadsa boş olur. Məsələn, yuxarıdakı sualda next week gələn həftə zaman mənasındadır. 46-da last week zaman mənasındadır. Amma əgər zaman mənasında deyilsə, sıralıq mənasındadırsa, yəni zamanla əlaqəsi yoxsa, onda artikl götürə bilər. İndi burada da last bus, avtobus zaman mənasında deyil. Ona görə də Z artikli veririk. Çünki last nədir? Üstünlük dərəcəsində late sözünün üstünlüyüdür last. Yəni late-in iki forması var da, latest və last. Belə yadınızda saxlayır. Ona görə də Z olmalıdır. 49-da Kate has been talking to customer. Customer sayılan tək isimdir, boş qala bilməz. Enter shop. Shop sayılan tək isimdir, boş qala bilməz. Bu da getdi. İndi burada bayaqdan neçə dəfə demişik. Məkan və istiqamət məsələsi. Customer müştəridir, shopda dükandır. Müştəri deyir ki, dükana gəldi. Hərəkətin istiqamətidir, hərəkətin məkanıdır. Shop məkandır, istiqamətdir. Deməli, nə edirik? Shopa Z artikli verməliyik, avtomatik. Və ora gələn müştəri hələ indi gəlibdir, tanımırıq. Yəni, ilk tanış olduğumuz şəxsdir. Qeyri-müəyyəndə, ona görə də E artikli verir. 50-də I wrote answer to letter immediately. Answer sayılan tək isimdir. Letter sayılan tək isimdir. Boşluqlar olmaz. Boşluqları çıxırıq. Sonra nə edirik? Deyir ki, mən məktuba cavab yazdım. Əgər mən cavab yazmışamsa hər hansısa məktuba, o məktub mənim üçün müəyyəndir. Düzdürmü? O məktub gözümün qabağındadır və mənim üçün müəyyəndir. Ona görə də lettəyə mən mütləq Z verməliyəm. Çünki lettəyə EN artikli verməyim qeyri-mümkündür. Qeyri-müəyyən bir şeyə mən cavab yaza bilmərəm. Qeyri-müəyyən, yəni mənim gözümün qabağında yoxdursa bir şey, müəyyən deyilsə mənim üçün, mən ona cavab yaza bilmərəm. O məktub gözümün qabağındadır, müəyyəndir, ona görə ona cavab yazıram və ona görə də lettəyə Z artikli verməliyəm. Və answer niyə N artikli? Çünki deyir ki, mən bu məktuba bir cavab yazdım. Burada artıq answer
bizim dildə bir kimi mənasını verir. Bir cavab yazdım, bizdə bir ədatına bərabərdir. Ona görə də adətən en artiklı bizim dildə 99% hallarda bir ədatı ilə tərcümə olunur. Və müəyyənlik artiklını, z artiklını çox vaxt bu ilə tərcümə eləyə bilərik. Bu məktuba, 49-da bu dükana, sonra 48-də bu avtobus, yəni bu gözümüzün qabağındadır və bizim üçün müəyyəndir, ona görə ona bu deyə bilərik. İndi hələ ki burada dayanaq. Yəqin ki 50-yə kimi izah elədiyimiz suallarda müəyyən qeydləriniz oldu. Növbəti dəfə 50-dən 100-ə kimi götürərik.